Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün Qəbələnin məşhur paxlavası olan üçqulaq paxlavası hazırlayacağım. Hazırlanması çox asandır. Siz də hazırlayıb yeyə bilərsiniz. Dadlı, xırçıltılı paxlava alınır. Bunun üçün bizə lazımdır şəkərbura içliyi. Məndə bayramdan biraz içlik qalmışdı və 10 ədəd də yuxa. İstədim ki, bu içliklə üçqulaq paxlavası hazırlayım. Yuxaları beləcə lent formasında kəsirəm. Yuxaları yapışdırmaq üçün bir ədəd yumurtağından istifadə edirəm. Daha sonra yuxalar gördüyünüz bu qayda ilə bükülür və içərisinə içlik qoyulur. İçlik qoyduqdan sonra isə bu formada qatlanılır. Qalan hissəyə yumurta ağı vurulur və beləcə hazırlanır. Yuxanı bükən zaman elə etmək lazımdır ki, boşluq qalmasın. Bu zaman içlik tökülür. Sıx formada bükmək lazımdır. Paxlavanın hamısı bu qayda ilə bükülür. Daha sonra ayrıca bir tavanın içərisinə duru yağ tökürəm. Yağ qızdıqdan sonra paxlavaları tavanın içərisinə yığıram. Bir üzü qızardıqdan sonra çevirib digər üzünü də qızardıram. Qızaran paxlavaları tavadan yığıram. Daha sonra isə tavaya digər paxlavaları da yığıb qızardıram. Artıq mənim paxlavalarım hazırdır. Olduqca dadlı, ləzzətli, xırçıltılı paxlavalar alınır. Əziz xanımlar, əgər siz də mənim paxlavamı, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.